vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. Elmin, powerbankı verərsən də mən düşdü yerə. Powerbank düşdü yerə verərsən mənə. Sarıyev. Xatırladaq ki, Bakı fasilə 2-0 hesab önündə yollamışdı Lənkəran önündə. İkincisi də bizi nə gözləyir? Revan Kərimov dubl edib. Onlar müəllif olub. Sumqayıt hələ ki tizisini qırmaq istəyir. Fəruq Əliyev. Kamil Mahmudov endirilən zərbə. Sarıyev uzandı. Alt izləyək Bakı adına. Zeynalov, İmam Əli Nağıyev qarşıladı. Talib Babayev ara girdi. Babayevin ötürməsi rəqib alınır. Vəlizadə, Elzan Sarıyev. Ötürmə keçmədi. Zeynalov qapı boşdu. İndirilən zərbə. Talib Babayev uzaq məsafədən zərbə indirdi amma çərçivəyə düşmə mümkün olmadı. Həmçinin Murad özünü çatdırmışdı. Murad yayında rəqibindən zərbə Fəruq Əliyev vaxtında qalasını tərk edirib. Revan Kərimovla ikisəmlə. Revan, Vüsal İsayev. Fəruq Əliyev. Elçin Zeynalov. Əliyev uzun ötürməyə üstünlük verir. Bir qapçıdan digər qapçıya ötürmə. Bakın 2-0'lı üstünlük var. Sumqayıt önündə bir daha qeyd edirəm. Myanmar Asfarlarında Bakı 2, Sumqayıt 0. Murad. İlkin Vəlizadə. Sarıyev. Vəlizadə. Murad ötürmə keçmədi. Muradın ötürməsi Nihat Ağayev keçmədi. İmam Əlinin də bir cəhdi var idi, alınmadı. Fəruq Əliyev. Fəruq Əliyev. Vüsal İsayev. İmam Əlinin müdaxiləsi vardı Murad. Ali təzyiq edir Murad. Sarıyev mərkəzə çəkildi. Elzan Sarıyev top hələ də ondadır. Taban ötürməsi Murad. İsayev. Elçin Zeynalov. Yerli ötürmə Revan Kərimov. Ötürmə keçmədi Vəlizadə. Nihat Ağayev. Müdafiə yerləşdi artıq yerinə indi. İmam Əli Nağıyevlə bir cəhd izlədik. Out. Sarıyev. Tələsmə. Pas aşağıda tələsmə. Nihat Ağayev. Bakı qapanıb. Sumqayıt isə bu müdafiəni yarmaq istəyir. Vəlizadə. Fəruq. Ötürmə imkanı çatdı Talib Babayev. Talib. Ötürməsində bir qədər izafi güc var idi. Topa çatmaq mümkün olmadı. Vəlizadə. Elzan Sarıyev.
Murad. Murad Hüseynov. Rəvanı yola salmışdı, daha sonra qayda pozuldu. Götürmək çək. Tərəf Vəlizadə Elçinin təzyiq var idi orada. Cərmə zərbəsi yenə itiriləcək. Üstünə buraxmışdım dedi. Top komandada qalsaydı davam etdirəcəkdim. Üstünlükdə içilməsində cərmə zərbəsi yerinə yetiriləcək. Sarıyev ötürməklə başladılar. Zərbə keçmədi. Yaxşı müdafiə olur. Hələ ki, bütün həmlələrini dəf etməyə bacarırlar. İmam Əlnağıyev. Elzan Sarıyev. Nihat çevirdi. İlkin Vəlizadə. Görmədi Muradı. Gözlətmədən səmti dəyişə bilsəydi, bəlkə də qol deyə səsləndirmişdi. Elçin Zeynalov. Yerli ötürməsi Sarıyev. Babayevin topa aidi müdaxiləsi. Rəvan. Zərbə keçmədi. Nağıyev özünü sipər edir. İsayev. Sarıyev. İmam Əlnağıyev. Geriyə qayıdır. Dəqiqlərdə meydan rəqibət olan səsində ayaq saxlama, məskən salmaq istəyir. Sumqayıt tərəfi. Kamil Mahmudov sarı verəqi görür. İmam Əlnağıyev. Sarı verə qalır, Rəvan qaydan pozub. Murad Hüseynov. O yaxın küncünü bağladı. Dəqiqlərdə əmlələrin sayıcımlarının kəsələrini bir qədər artırıb. Sumqayıt tərəfi bəlkə də bizə qolun müjdəsini verirlər. Top Rəvanla meydan tərk etdi, korner. İsayev. Elzan Sarıyev. Cavid Əliyev. Cavid o belə keçirdi, ötürməsi imkanına çatmadı. Elçin Zeynalov. Murad rəqibini qabaqlama bacardı Murad Hüseynov. Murad. Bir rəqibdən yayın sadardı gəlmədi. İsayev çevirdi. Rəvan Kərimov.
Rəvan. Orada Sarıyevin toxunuşu. Orada bir dəqiqəli time-out. Time-out'u götürən tərəf Bakı. Time-out bitir, oyun bərpa olunacaq. Talib Babayev. Rəvan. Ağayev. Ağayevin oturması Elcan Sarıyev. Sarıyev çevirdi, alamadı Murad. Yarımcı qalan emləni tamamlamaq istəyir. Qayda pozulub. Cavid Bayramov zərbədən sonra, daha doğrusu referi fitini səsləndirdən sonra zərbə indirdi. Ona görə sarı vərəqə gördü. Bu arada Bakıda faalların sayı 5'te olacaq bir faal. Qapiometrli zərbə deməkdir. Qalan vaxt ərzində daha diqqətli, daha ehtiyatlı davranmalıdırlar. Əks təqdirdə qapıların 10 metrli zərbə görəcəklər. Fəruq Əliyev 3 nəfərdən ibarət canlı səhədi. İstədi görək bu canlı səhədi yarma mümkün olacaq. Ağayevin ötürməsini icad. Talih edib. Qapısını sıx ortalayan Murad. Yerə sala bilmədi. Out. Talib Babayev. Rəvan Kərimov. Rəvanlar ötürməsi Cavid Bayramov. Çevirə bilmədi Murad Hüseynov. Murad top rəqibinə vurub meydandan çıxarır. Out. Nihat Ağayev. İmam Elnağıyev. Elcan Sarıyev. Qalır. Bu artıq 6-cı fauldur. Qapiometrli zərbə deməkdir. Murad qazandı bu faulu. Qazandı 6-cı zərbəni. Zərbəni kim yerinə yetirəcək? Fərqi azalda biləcəklərmi? Nihat Ağayev.
Zərbəni o yerinə yetirəcək. Fərq Əliyev qapısında diqqətli. İşarə gəldi. Nihat Ağayev endirilen zərbə. Qapısını bir tərəfə, o digər tərəfə göndərir. 1-2 axır ki onlar da tesimi qırmağı bacardılar. Rəvan Kərimov. Bakı 2, Sumqayıt 1. Fərruq Əliyev. Elçin Zeynalov. Fərruq Əliyev bir qədər riskli oynadı. Fərqli bir yanaşma. Elçin Zeynalov daban ötürməsi. İcad Məhərəmov, İmam Əlnağıyev. Top itkisi, qarşılıq top itkisi izlədik. Murad Hüseynov. Qayda pozulub. İcad Məhərəmov, Nihat Ağayev. Nihat bir qədər mərkəzdə çəkildi. Ağayev Fərruq. Əli reaksiya verdi. Refleksi yerindədir. İsayev. Əməlini təzyiq vardı. Top elə keçirməyə bacardı. Ağayev və gol! Nihat Ağayev. Bir gol digər qola. Stimul impuls verdi sanki. 2-2. Sumqayıt 2. Bakı 2. Vara baxılacaq. Referi vara baxsa da qərarın üzərində durur. Gol qeydə alınır 2-2 və Bakının məşqçisi ardarda 2 sarı vərəqədən qırmızı vərəq görə meydanı tərk edir. Bərəm meydanı tərk edir. At yerinə yetirməlidir İmam Əlnağıyev. Bir ara ötürməsi, Nihat çata bilmədi orada. Vəlizadə tamamladı, Vəlizadə. Rəvan Kərimov. Muradın təzyiq var. Top aydı müdaxilə. Bakının. Rəvan. Cavid Bayramov Vüsala çatmadı. Murad Hüseynov çevirdi. Nicat Məhərəmov gözlətmədə ötürmək üçün Vəlizadə. Vəlizadə. Vüsal İsayev. İsayev yayma bacardı rəqibinə. Vüsal aldatdı rəqiblərini ötürmək üçün Zeynalov. Zeynalov Elcan Sarıyev uzandı. Keçid yoxdur dedi. Komandalaşlarla dalışım toparır. Korner. Rəvan Kərimov. Cavid Bayramov. Rəvan, ara ötürməsi Talib Babayev. Talib qayda pozulub. Canlı sət quruldu. Rəvan Kərimov ötürmə Elçin Zeynalov. Qapısının üzərinə zərbə indirdi Alt Bakının. Talib Babayev.
Zeynalov taliyə doğru Babayev devam edə bilmədi. Nicat Məhərəmov. Revan. Oradan Ağayev təzyiq vardı. Ağayev qapı itirib. Söndü zərbə indirdi. Vəlizadə araya girdi. Vəlizadə orada. Ağayev idi. Bizdə girən amma topu qapıdan keçirə bilmir. Bir anlıq hər kəs intizarda saxladı. Nəticə hasil olmadı. Fərux. Elçin. Zeynalovun ötürməsi Revan. Vüsal İsayev. Revana çatmadı. Burada müdaxiləsi var idi. Out. Talib Babayev. Revan Kərimov. İlkin Vəlizadə. Murad Hüseynov. Muradın ötürməsi Fərux uzandı. Revan, İsayev, Zeynal Axundzadə, Zeynal, Revan Kərimov, Revan. Boşluq axtarırdı, İsayev rəqibini yola saldı, Vüsal. Zeynal Axundzadə. Fərux Əliyev. İsayev, Elçin Zeynalov. Fərux Əliyev. İmam Əli Ağayev. Murad Hüseynov topladı. Muradın zərbəsi. Qapıdan yan keçir. Səsiyə düşmək mümkün olmadı. Son 3 dəqiqə görüşdə bunu da xatırlatmasını edək. Hesab 2-2-dir. Yarımfinalın digər oyunu bundan öncə Galaxy və Lənkəran arasında oynaldığı komandalar sülh bağladılar 3-3'lük bərabərliklə. Yarımfinalın digər oyunu bu görüşdə məhz Bakı Sumqayıt komandaları üzləşir. Bu görüşdə də 2-2'lik bərabərliyi var, amma hələ vaxt var. Bunlardan mı, bu komandalardan mı sülh bağlayacaq, yoxsa hansısa tərəf üstün kimi cavab oyuna yollanacaq mı? Zeynal Axundzadə, Fərux Əliyev. Revan. Qayda pozulub. İsayev. İsayev. Babayev. At yerinə itirməlidir. Elçin Zeynalov. Revanla oynadı. Kərimov. İsayev. Onda Vəlizadənin təzyiq var. İsayev. İlkin Vəlizadə sarı vərəqə görür. Ayağa müdaxilə var idi.
zərbəsizlik. İlçin uzaqlaşdı Rəvan Kərimov. Nihat Ağayev araya girdi. Ağayevin ötürməsi Cavid Əliyev. Fəruq qapısını tərk etmişdi. Ədalət təmsilçisi oyunu saxladı. Fəruq Əliyev sarı vərəqə görür. Son epizodlardır, son cəhdlərdir. Ədalət təmsilçisi qarşılaşmanı bitirdi. Yarı finalı bu oyununda da bərabərlik qeydə alınır. Komandalar sülh bağlayır. Oyunu talihsiz oyuna qalır. Cavandər Şamıdə uğurlar arzu edirik. Sağ olun, salamat qalın.